Gününüz xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa 290 çölməli məktəbə tam yaxın bir ərazidə 2 sot yarım altı torpaq sahəsinin üzərində belə bir evimiz çıxıb. Allah hər kəsin malının mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Paket qutçadır və qiymət 145 min manatdır. İnşallah əti təqdim edək sizlərə. Sağ tərəfdə yay bisetkası nəzərdə tutulub. Evin ön hissəsində işıqlandırması və qabağında açıq eyvan, hətta yuxarılarda işıqlandırma. Sol hissəsinin, giriş hissəsini sizlərə təqdim edək. Dörd tərəfdən belə deyək də, yəni güllər əkilib. İnşallah giriş hissəsini də təqdim edək sizlərə və sonra keçəcək evin içərisinin təqdimatına inşallah. Tam istipoldan ibarətdir. Buradan bir dənə giriş hissəsini tam verək, izləyicilərimiz rahat bir şəkildə izləyə bilsinlər, zəhmət olmasın. Və keçid edirik evin içərisinin təqdimatına da qeyd etdiyimiz kimi giriş hissəsi istipoldur. Sol hissənin zal hissəsini təqdim edək sizlərə. Zal hissəsidir. Zal hissəsini buradan tam verin, izləyicilərimiz izləsinlər. Tam bir şəkildə izləyə bilsinlər. Və bu hissəsində isə mətbəx nəzərdə tutulur. Mətbəxi də təqdim edək, zəhmət olmasa. Və sanuzeldir, sanuzel təqdim edir. Sanuzel istipoldan ibarətdir və onu da nəzərinizə çatdıraq ki, qiymətində endirimdə olacaqlar. Hətta belə deyək, kombinin quraşdırılması və aksesuarlar el yazısı tərəfindən yəni hədiyyə olunacaq. Və qalxaq ikinci mərtəbənin təqdimatını və ikinci mərtəbəni təqdim edir sizlərə. İkinci mərtəbədə də sanuzel var və 3 otaqdan ibarətdir. İlk öncə burada bir yataq otağımız var, onu təqdim edək. Burada isə bir yataq otağımız var. Bunu da təqdim edək sizlərə. Və burada bir otaqdır, açıq eyvandır. Sanuzeldə təqdim edək. Sanuzeldə gördüyünüz kimi ikinci mərtəbədə də var və istipoldur. Və qeyd etdiyimiz kimi aksesuarları eyni qayda ilə kombinin radiatorlarına qədər, yəni kombi hədiyyə olunacaq. Və burada açıq eyvandır və dəyərli izləyicilərimiz qeyd etdiyimiz kimi Məşdağa 290 çölməli məktəbə tam yaxın bir ərazidə 2 sot yarım torpaq sahəsinin üzərində inşa edilib, 2 mərtəbəli həyət evidir. Evin torpağın çıxarışı və paket qutçadan qeydiyyat üçün yaradan ipoteka yer alındı. Və aşağıda bir zal, bir mətbəx, bir sanuzel, yuxarıda isə 3 otaq, bir sanuzel. Ev tam istipoldan ibarətdir və aksesuarlarla kombi el yazısı